Bu il qəbula düşən və hamını şoka salan o sualın 2 dəqiqəlik izahı. Noxud bitkisinin çiçəklərində çiçək düsturundakı struktur elementlərinin sayının cəmi 210-dur. Bu bitkinin hər bir çiçəyində 8 rüşeym hissəsi var. Bu çiçəklərdə maksimum sayda toxumun əmələ gəlməsi üçün 2 qat mayalanmada bilavasitə cəmi neçə hüceyrə iştirak etməlidir? Gəlin baxaq. İlk olaraq noxud bitkisinin çiçək düsturunu yazıram. K5, L5, Y10, D1. Çiçək düsturunda olan struktur elementlərinin cəmi 21 dənədir. Əgər bir çiçəkdə 21-dirsə, nə qədər çiçəkdə 210-dur? Tapıram mənim 10 dənə çiçəyim var və hər çiçəyimdə 8 rüşeym hissəsi var. Bir çiçəyimdə 8 dənə rüşeym hissəsi varsa, 10 çiçəyimdə nə qədərdir? Tapıram 80 dənə rüşeym hissəsi. 2 qat mayalanmada cəmi neçə hüceyrə iştirak etməlidir? Əgər mənim 80 rüşeym hissəsinin hər birinə toxum yaranır, onda 80 dənə toxumum var. Bir toxumun əmələ gəlməsi zamanı 4 dənə hüceyrə iştirak edir. Bəs 80 dənə toxumun əmələ gəlməsi zamanı nə qədər hüceyrə iştirak edir? Bu zaman tapıram cavabımı 320 dənə hüceyrə. Burada düzgün cavab Y variantı olur.